Azərbaycan hakimiyyətinin buradakı və elə Avropadakı yandaşları böyük kampaniya aparırlar. Vidadi İskəndərli söyüş döyür. Əlbəttə ki, pisdir söyüş döymək. Amma o söyüşü Azərbaycan siyasətinə kim gətirib? Azərbaycan hakimiyyəti gətirib. Söyüş söyənləri aparıb icra başçısı deputat kim təyin etdirib? Azərbaycan hakimiyyəti. Ona görə də bu argumenti özünə hörmət edən heç kim ağzına gətirməz. İkinci bir məsələ var. Yaxşı, Azərbaycan hüquqi dövlət olmaq zorundadır. Təbii ki, indi bu saat bu barədə danışmaq çətindir. Azərbaycanda nə hüquqi dövlət? Amma hər halda danışdıranda Azərbaycan hakimiyyəti deyir ki, bizdə də hüquq var. Hüquq varsa, Cinayət Məcəlləsində təhqir maddəsi var. Baxmayaraq ki, məsələn, Avropa Konvensiyanı biz imzaladığımıza görə beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən tələb edir ki, həmin o təhqir və böhtanı Cinayət Məcəlləsindən də çıxar. Bu məsələ mülki iş kimi baxılmalıdır. Dünyada hər yerdə olduğu kimi. Dünyada təhqir və böhtana görə cinayət məsuliyyəti yoxdur. Amma yaxşı sən saxlamısan, cinayət işidir. Cinayət Məcəlləsi ilə onun mühakiməsi var. Azadlıqdan məhrum etmə cəzası var. 6 ay məsələn. Azadlıqdan məhrum etmə cəzası var. Yaxşı, 6 ay, 1 il azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı olan sənin öz hüququnda əmələ görə adamı həyatdan məhrum etmək olarmı? Hə, əlbəttə ki, formal hüququ baxımından cinayət işi tam açılmayıb və yəqin ki, Fransa hüquq mühafizə orqanları, həm də bütün Avropa polisi bu işlə məşğul olmalıdır. Mən yazımda da bu barədə yazmışdım. Onlar bu işi açmasalar, onların heç bir bəraəti yoxdur. Amma sizin sualınızda olduğu kimi təsadüf təkrarlanmır. Ona görə də istər Azərbaycanda, istər beynəlxalq aləmdə bu mövzunu araşdıran hər kəs düşünür ki, əlbəttə ki, Vidadi İskəndərlinin ölümü məhz Azərbaycan hakimiyyətinə lazım ola bilərdi. Həm də bir məsələni biz altını cızaq ki, Azərbaycan hakimiyyəti bir çox işlərində açıqdır, aşkardır. O, necə deyərlər, səmimidir. Axı, bir neçə ay bundan əvvəl açıq demişdilər ki, Avropadakı blogerlər legitim hədəflər, hətta belə bir ağıllı görünən ilk baxışda bir yazı ilə da çıxış eləmişdi onların sözçülərindən biri ki, ya tədbir görməlidir Avropa hökumətləri bu məsələlərlə bağlı, ya da tədbir görməyəcəklərsə həmin o Azərbaycan hakimiyyətini təhqir edən şəxslər hamısı Azərbaycan hakimiyyətinin legitim hədəfləri olacaq. Artıq hamı ilə müharibə terminologiyasından danışırlar. İkinci Qarabağ Savaşında bizim əskər və zabitlərimizin qanı canı bahasına əldə olunmuş qələbə bir çoxlarının tarazlığını pozub. Artıq gözləri ayaqlarının altını görmür. Və həmin o hərbi terminologiya ilə Azərbaycan xalqı ilə danışırlar ki, biz o legitim hədəfləri məhv eləyəcəyik. Hesab eləyək ki, həmin o legitim hədəflərdən, dırnaq arasında, hökumətin legitim hədəflərindən biri məhv edildi. Nəticəsi nə olacaq? Artıq nəticə özünü göstərir. Fransa mediası başda olmaqla, dünya mediası, sizin də vurguladığınız kimi, artıq Vidadi İskəndərlinin məhz tənqidi çıxışlarına görə qətlə yetirildiyini iddia edir. Bütün dünya mediası və beynəlxalq təşkilatlar bu cinayət işini diqqətdə saxlamağı tələb edir. Bilirsiniz, siz də vurguladığınız kimi, indiyə qədər də Avropada bir çox blogerlər fiziki zorakılığa, hücuma, bıçaqlamaya, döyülməyə məruz qalıb. Amma burada da yenə həmin o Avropa qurumlarının məsuliyyəti var ki, bu işlərə indiyə qədər ciddi yanaşmayıblar. Bu işlərin istintaqı axıra qədər getməyib. Bu işlərin arxasındakı sifarişçilər axıra qədər meydana çıxarılmayıb. Ona görə də indi Vidadi İskəndərlinin ölümü sanki onların hamısını yatmışlar ayıqdı. İndi artıq hiss olunur ki, nəhayət Avropadakı Azərbaycanlı blogerlərə, müxalifətçilərə qarşı olan hücumlar daha ciddi araşdırılacaq. İndi bunu bütün beynəlxalq təşkilatlar tələb edirlər. Elə mən rast gəldim səhər ki, Amnesty International tələb edir Fransa hakimiyyətindən ki, həm bu cinayət işi açılmalıdır, həm də sığınacaq verdiyi mühacirlərin müdafiəsini təşkil etməlisən sən. Həqiqətən də çox çətin də başa düşmək ki, bilə-bilə ki, Vidadi İskəndərli hədələnir, ondan əvvəl hücuma məruz qalıb, zəhərlənib, onun birinci mərtəbədə sadəcə şüşə pəncərənin o tərəfində yaşaması, evinin orada olması, xüsusi mühafizənin olmaması çox düşündürücüdür, çox təəssüf edicidir. Və yəqin ki, Fransa hakimiyyəti də özü üçün müəyyən bir ibrət dərsi götürməlidir. Bütövlükdə Evropol, Avropa Polis Təşkilatı özü üçün müəyyən nəticələr götürməlidir və mən inanıram ki, götürəcək. Bilirsiniz, əlbəttə ki, rejimin Vidadi İskəndərli ilə qədər bir çox cinayətləri olub. Ən dəhşətlisi tərtər cinayətləri olub.
Bu birbaşa siyasi hakimiyyətlə bağlı məsələdir. Nə eləsələr də. Əgər bir ölkədə onun üzərində hərbçi, işgəncə ilə öldürülübsə, burada siyasi hakimiyyət mən heç bir məsuliyyət daşımıram deyə bilməz. Amma məsələn tərtər cinayətlərinə beynəlxalq aləm vaxtında adekvat reaksiya göstərmir. Elmar Hüseynov öldürüləndə də dünya ictimaiyyəti bu cinayətə adekvat reaksiya göstərmir. Ondan sonra Rafiq Tağlı və digərləri ilə bağlı da həmin o adekvat reaksiya olmuyor. Bəlkə də ona görə ki, o zamanlar hələ Azərbaycan hakimiyyətinin bu qədər bərbad reputasiyası yox idi. Bəlkə də hələ o zamana qədər demək Qərbdə, demokratik dünyada bir çoxları ümidlə baxırdılar Azərbaycan hakimiyyətinə. Bilmirəm dəqiq səbəb nədən ibarət, ehtimal edirəm mən. Amma bugün Azərbaycan hakimiyyətinə münasibət çox sərtdir. Və Azərbaycan hakimiyyətinin repressiv mahiyyətini hamı bilir. Azərbaycan hakimiyyətinin qanundan kənar işlər görə biləcəyini hamı bilir. Azərbaycan hakimiyyətinin çox rahatlıqla heç bir günahı olmayan insanları şərləyib həbs elətdirə biləcəyini, Azərbaycanda insanların işgəncə ilə öldürülə biləcəyini artıq bütün dünya bilir. Ona görə də Vidadi İskəndərlinin ölümü ilə bağlı məsələyə münasibət beynəlxalq təşkilatlarda ciddi olacaq. Azərbaycan hakimiyyəti bu məsələ ilə bağlı xeyli izahat verməli olacaq. Ümumiyyətlə, yəqin ki, bu işin araşdırılması da ciddi olacaq. Amma burada mən başqa bir nəticəyə də diqqəti cəlb eləmək istəyirəm. Bu o deməkdir ki, əgər indi belə deyək, Fransa, Avropa hüquq mühafizə orqanları bu istintaqı aparır, bu istintaqı Azərbaycanın Daxili İşlər Nazirliyi prokurorluğu aparmır ki, deyək ki, örtbasdır ediləcək. Əgər onlar məsələn bu məsələni açacaqlarsa və bu işin sifarişçiləri çıxacaqsa ortalığa, o zaman yeni bir mərhələ başlaya bilər əlbəttə ki. O sifarişçilər Azərbaycan hakimiyyəti ilə bağlı olarsa və bu təsdiq olunarsa, bunun əlbəttə ki, çox uzağa gedən nəticələri də ola bilər. İstənilən halda hesab edirəm ki, Azərbaycan cəmiyyətinin daha bir mənalı münasibəti olmalıdır ki, bu ölkənin ictimai-siyasi həyatında iştirak edən heç kimin qanı tökülməməlidir. Heç kim öldürülməməlidir. O cümlədən hətta sərt ritorikası olan, söyüşdən istifadə edən, əksəriyyətimizin bəyənmədiyi üsuldan, mübarizə üsulundan istifadə edən şəxslər də əgər onun başqa silahı yoxdursa, yeganə silahı diridirsə, söyüşdürsə, o adamlarla da bağlı belə ağır cəzalar olmamalıdır. Bilirsiniz, biz istər-istəməz Azərbaycan cəmiyyətində demokratiya keçidi o tolerantlıq dərəcəsini artırmaqla əldə etməliyik. Bu Azərbaycan hakimiyyəti gözdən pərdə asmaqdan ötürü nə bilim, tolerantlıq mərkəzi yaradıb, demək, həddindən artıq güya ki, dözümlü bir atmosfer olduğunu Azərbaycanda danışır, təbliğ edir. Aydındır, məsələn, Katolik kilsəsinə qarşı dözümlü olmağa nə var ki, orada demək, Azərbaycan hakimiyyətini təhdid edən heç nə yoxdur. Əksinə, müəyyən bir məqamlarda, hətta Roma papasından müəyyən bəzi məsələlərdə dəstək almaq imkanı da var. Bu tolerantlığın göstəricisi olmalı deyil. Yaxud, məsələn, Azərbaycanda 100 illər ərzində bütün azsaylı xalqlar birlikdə yaşayıblar, heç bir ayrı seçkilik olmadan. Bunun indiki hökumətlə bir bağlılığı yoxdur ki, bu Azərbaycanlıların ümumiyyətlə ənənəsidir. Tolerantlıq onda özünü ifadə eləməlidir ki, gerçək tolerantlıq özünü onda ifadə eləməlidir ki, həqiqətən də hakimiyyətə qarşı olan qüvvələr, hakimiyyətlə sərt polemika içində olan, onunla rəqabət içində olan, ona qarşı açıq mübarizə aparan qüvvələrə qarşı hüquqdan kənar münasibət olmasın. Hüquq hansı həddə qədər imkan verirsə, o həddə qədər tədbir görə bilərsən. Amma hüququn imkan vermədiyi həddə tədbir görəndə artıq bu dövlət olmur. Bu olur nə? Dövlət əvəzinə mütəşəkkil dəstə. Ona görə də hesab edirəm ki, əlbəttə ki, Azərbaycan hakimiyyəti də düşünməlidir bu barədə. Əlbəttə ki, onun üzərinə gələcəklər. O da özünü müdafiə eləməyə çalışacaq. Amma hər halda özü üçün bir ibrət götürməlidir ki, istənilən halda öz siyasi rəqiblərinə qarşı belə dözümsüz ritorikadan istifadə eləməməlidir, onları hədələməməlidir və ümumiyyətlə Azərbaycanda ictimai-siyasi prosesin iştirakçıları mövqeyindən asılı olmayaraq, ritorikasından asılı olmayaraq öldürülməməlidir, onlara qarşı fiziki güc tətbiq edilməməlidir, işgəncə yığışdırılmalıdır və bunun edilməməsinin Azərbaycan dövləti üçün nəticələri olacaq. Mən inanmıram ki, Vidadi İskəndərlinin qanı batırılsın. O Elmar Hüseynov kimi Bakıda öldürülməyib, o Rafiq Tağlı kimi Bakıda xəstəxanalarda həyatını başa çatdırmayıb, onun Fransada öldürülməsi müəyyən bir ümid yaradır ki, bu cinayət işi başa çatacaq
Və biz həm icraçıları, həm sifarişçiləri